Salam. Bugün sizlerle çok vacip, hatta derdim ki fundamental bir mövzunu Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklərin necə edilməsi qaydasını araşdıracağıq. Salam. Bəli, həqiqətən də çox əsaslı bir mövzudur. Əlimizdəki əsas mənbədə elə Konstitusiyanın özüdür, onun 11-ci fəsli. Məqsədimiz belə deyək, sadəcə qanunu oxumaq yox, bu mexanizmin arxasındakı məntiqi, ölkənin əsas qanununun necə dəyişdirildiyini sizin üçün anlaşılan etməkdir. Tamamilə doğru. Prosesin özünü anlamaq vacibdir. Gəlin elə təməldən başlayaq. İlk və bəlkə də ən vacib sual. Konstitusiyanın mətnə edilən dəyişikliklər necə qanuni qüvvəyə minir? Necə olur bu iş? Baxın, Konstitusiyanın özü 152-ci maddədə buna çox aydın cavab verir. Yalnız və yalnız bir yol var. Referendum. Yalnız referendum. Yəni, başqa heç bir yol yoxdur. Nə bilim, parlamentin qərarı ilə filan. Xeyr, Konstitusiyanın mətni dəyişiklik üçün yox, son söz birbaşa xalqın özünə məxsusdur. Bu çox önəmli məqamdır. Bəli, həqiqətən də prosesin özəyidir bu. Yəni, Konstitusiya kimi bir sənədin dəyişməsi üçün ümumi xalq səs verməsi tələb olunması təsadüfi deyil. Niyə məhz referendum? Çünki bu, ali hüquqi qüvvəyə malik sənəddir və onun üzərində hər hansı dəyişiklik yalnız xalqın hakimiyyətinin mənbəyi olan, belə deyək, birbaşa iradəsi ilə mümkündür. Başqa sözlə desək, xalq razı olmalıdır. Bu elə xalq suverenliyi prinsipinin özüdür də. Aydındır. Deməli, son qərar xalqın. Yaxşı, bəs bu dəyişiklik təklifini kim ortaya ata bilər? Prosesi kim başladır? Bu da maraqlıdır. Əlbəttə, Konstitusiyanın 153-cü maddəsi məhz bunu deyir. Təklif vermək səlahiyyəti iki subyektədir. Kimlərdir onlar? Birincisi, xalqın seçdiyi orqan, yəni Azərbaycan Respublikasının Milli Məclisi. Parlamentimiz. Bəli. İkincisi isə dövlət başçısı, yəni Azərbaycan Respublikasının prezidenti. Yaxşı. Amma yəqin ki, proses bununla bitmir. Təklif verildi, sonra... Elədim. Baxın, burada çox diqqətə layiq bir məqam var. Hər hansı bir dəyişiklik təklifi referenduma çıxarılmazdan əvvəl mütləq şəkildə bir yoxlamadan keçməlidir. Nə yoxlaması? Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəyini almalıdır. Bu, belə deyək, bir növ ilkin konstitusiya nəzaləti də bir filtrdir. Filtr. Yəni, məhkəmə nəyə baxır? Baxır ki, bu təklif konstitusiyanın özünün ruhuna, digər maddələrinə, təməl prinsiplərinə zidd deyil ki, ya da Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğundumu, bunu yoxluyur. Deməli, ardıcıllıq belə oldu. Təklif gəlir ya Milli Məclisdən, ya prezidentdən. Sonra Konstitusiya Məhkəməsi buna baxır, rəy verir və yalnız müsbət rəy olsa referenduma gedir. Tamamilə belədir. Gəlin bu məhkəmənin roluna biraz da diqqət edək. Bu ilkin rəyin gücü nə qədərdir? Məsələn, məhkəmə dedi ki, yox, bu təklif uyğun deyil. Onda nə olur? Proses dayanır. Baxın, bu rəy sadəcə bir kağız parçası deyil. Çox ciddi hüquqi əhəmiyyəti var. Əgər məhkəmə təklifin konstitusiyaya zidd olduğu qənaətinə gəlsə, o təklif referenduma çıxarıla bilməz. Deməli, effektiv şəkildə veto qoymuş olur. Bəli, belə demək olar. Prosesi dayandırır. Bu, konstitusiyanın özünü qoruması üçün çox vacib bir təminatdır. Amma əgər məhkəmə müsbət rəy verirsə, yəni uyğundur deyirsə, onda artıq referenduma yaşıl işıq yanır. Və ondan sonra top artıq xalqın meydanındadır. Aynən. Son qərarı xalq verir. Məhkəmənin rəyi həllədicidir, amma son təsdiq xalqın iradəsidir. Bax, indi məsələnin məncə ən maraqlı tərəflərindən birinə gəldik. Konstitusiyanın 154-cü maddəsi. Orada deyilir ki, Konstitusiya Məhkəməsinin səlahiyyəti məhdudlaşır. Bu necə olur? Əvvəl bu qədər vacib rol oynayır, sonra kənara çəkilir. Doğru müşahidədir. 154-cü maddə çox konkret və bir mənalıdır. Deyir ki, Konstitusiya Məhkəməsi referendumla artıq qəbul edilmiş bir dəyişiklik barədə qərar verə bilməz. Yəni, xalq səs verib hə dedisə, vəssalam. Vəssalam. Qərar qətidir. Nə Konstitusiya Məhkəməsi, nə də başqa bir orqan sonradan gəlib deyə bilməz ki, bu dəyişiklik əslində Konstitusiyaya uyğun deyildi və ya onu ləğv etsin. Mümkün deyil. Niyə belə bir məhdudiyyət var? Bu elə referendumun mahiyyətindən irəli gəlir. Birbaşa xalq iradəsi ilə qəbul edilmiş qərar ən yüksək legitimliyə malikdir. Heç bir qurum, hətta Konstitusiya Məhkəməsi belə xalqın bu birbaşa qərarından üstün tutula bilməz. Referendumun nəticəsi son nöqtədir.
Deməli, sistem həm ilkin yoxlamanı təmin edir məhkəmə vasitəsilə, həm də xalqın yekun qərarının toxunulmazlığını. Maraqlı bir tarazlıqdır. Bəli, məsələdir. Yaxşı, onda gələk başqa bir fundamental suala. Bəs konstitusiyada hər şeyi dəyişmək olar, yoxsa elə müddialar var ki, onlara toxunmaq ümumiyyətlə qadağandır? Hətta təklifini belə vermək olmaz. Məncə 155-ci maddə bu barədə elə deyilmi? Bəli, bəli. Konstitusiyanın dəyişdirilməsi prosesi mütləq deyil. Yəni, hər şey dəyişdirilə bilməz. 155-ci maddə Konstitusiyanın, belə deyək, dəyişməz özəyini müəyyən edir. Dəyişməz özək. Hansı maddələrdir ki bunlar? Toxunmaq olmaz. Baxın, siyahı olduqca əhəmiyyətlidir. Birincisi, dövlətin və hakimiyyətin əsasları ilə bağlı olanlar. Məsələn, maddə 1 hakimiyyətin mənbəyi xalqdır. Maddə 2 xalqın suverenliyi və maddə 6 hakimiyyətin mənimsənilməsinin yol verilməzliyi. Bunlar təməldir. Bunlarsız yəqin ki, dövlətin mahiyyəti dəyişər. Əlbəttə, sonra maddə 7 dövlət başçısının prezident olması və dövlətin dünyəvi xarakteri və dili ilə bağlı maddələr. Maddə 8 din dövlətdən ayrıdır və maddə 21 Azərbaycan dili dövlət dilidir. Bu maddələrə dair dəyişiklik və ya ləğv təklifi referenduma çıxarıla bilməz. Aydın oldu. Bəs başqa məhdudiyyət var? Var və çox önəmli bir məhdudiyyət. İnsan və vətəndaş hüquq və azadlıqları ilə bağlıdır. Konstitusiyanın 3-cü fəslində sadalanan fundamental hüquq və azadlıqların ləğvi haqqında təklif vermək olmaz. Ləğv olmaz. Bəs məhdudlaşdırılması? Orada da bir şərt var. Bu hüquq və azadlıqları Azərbaycanı qoşulduğu beynəlxalq müqavilələrdə nəzərdə tutulan səviyyədən daha artıq dərəcədə məhdudlaşdırmaq olmaz. Yəni, beynəlxalq standartlardan aşağı salmaq olmaz. Bu çox vacibdir. Deməli, həm konstitusiyanın təməl prinsipləri, həm də fundamental hüquqlar qorunur. Tamamilə. Sual yarana bilər ki, niyə məhz bunlar? Çünki bu maddələr və hüquqlar Azərbaycan dövlətinin konstitusiya kimliyini, onun mahiyyətini təşkil edir. Xalq hakimiyyəti, suverenlik, dünyəvilik, milli dil və ən əsası insan ləyaqəti və hüquqlarının aliliyi. Bu məhdudiyyətlər konstitusiyanı və onun dəyərlərini qoruyur. Həqiqətən də çox ciddi bir qoruma mexanizmidir. Göstərir ki, bəzi dəyərlər hətta xalq səs verməsi ilə belə dəyişdirilə bilməz. Bu, konstitusiyanın özünün sabitliyini təmin edir. Yeri gəlmişkən, bizə təqdim olunan mənbələr arasında təkcə konstitusiya mətni yox, həm də başqa sənədlər var idi. Məsələn, 2002-ci ildən 2016-cı ilə qədər dövrdə qəbul edilmiş Konstitusiya Məhkəməsi, Mərkəzi Seçki Komissiyası qərarları, konstitusiya qanunları. Bu sənədlərin əhəmiyyəti nədir? Bəli, o siyahı çox vacibdir, çünki göstərir ki, bu konstitusiyaya dəyişiklik prosesi sadəcə kağız üzərində olan bir şey deyil. Bu, Azərbaycanın müasir tarixində dəfələrlə tətbiq olunmuş real bir mexanizmdir. Yəni, praktikada işləyib bu sistem? Əlbəttə. Həmin o məhkəmə qərarları, məsələn, təkliflərin konstitusiyaya uyğunluğu barədə ilkin rəylər, MSK qərarları, referendumun nəticələrini təsdiq edən sənədlər, sonra qəbul edilən konstitusiya qanunları, bütün bunlar prosesin praktikada necə getdiyini, hansı mərhələlərdən keçdiyini göstərir. Həm də müxtəlif qurumların məclis, prezident, məhkəmə, MSK necə birgə işlədiyini görmək olur yəqin ki. Bəli, onların qarşılıqlı fəaliyyətini əks etdirir. Daha geniş baxsaq, bu sənədlər konstitusiyanın zamanla dəyişən şəraitə, cəmiyyətin ehtiyaclarına uyğun olaraq necə təkmilləşdiyini, necə dəyişdirildiyini izləmək üçün qiymətli tarixi mənbələrdir. Bildiyimiz kimi, məsələn, 2002, 2009, 2016-cı illərdə məhz bu mexanizmlə Azərbaycanda referendumlar keçirilib və konstitusiyaya əlavə və dəyişikliklər edilib. Çox aydın oldu. Gəlin onda əldə etdiyimiz əsas məqamları qısaca ümumləşdirək, sizlər üçün də daha yadda qalan olsun. Buyurun. Edilə bilər. Son söz xalqındır. Düzdür. İkinci, təklifi yalnız Milli Məclis və ya prezident verə bilər. Bəli. Üçüncü, hər təklif referenduma getməzdən əvvəl mütləq Konstitusiya Məhkəməsinin müsbət rəyini almalıdır. Bu, ilkin filtrdir. Çox vacib məqam. Dördüncü, referendumla qəbul olunan dəyişiklik artıq qətidir. Konstitusiya Məhkəməsi daxil heç kim ona yenidən baxa bilməz. Bəli, xalqın iradəsi toxunulmazdır. Və beşinci, ən əsası,
Konstitusiyanın bəzi təməl maddələri və fundamental insan hüquqlarının ləğvi və ya həddən artıq məhdudlaşdırılması təklifi ümumiyyətlə referenduma çıxarıla bilməz. Tamamilə. O qırmızı xətlər. Yaxşı, bəs bütün bu qaydaların, bu mexanizmlərin sizin üçün, hər bir vətəndaş üçün əhəmiyyəti nədir? Nə başa düşək bundan? Yəni necə formalaşır, necə dəyişə bilir, amma eyni zamanda hansı fundamental dəyərlər dəyişməz qalır. Bu mürəkkəb, amma eyni zamanda kifayət qədər aydın bir sistemdir. Həm sabitliyi qoruyur, həm də dəyişikliyə imkan verir sanki. Bəli, bir növ sabitliklə çeviklik arasında tarazlıq axtarışıdır. Konstitusiyanın zamanın tələblərinə cavab verməsinə çalışır, amma öz təməl prinsiplərini də qoruyur. Bu çox maraqlı yanaşmadır. Hətta biraz daha fəlsəfi baxsaq, referendum tələbi bir tərəfdən göstərir ki, konstitusiya donmuş bir sənəd deyil, yaşayan, dəyişə bilən bir orqanizmdir. Digər tərəfdən, o 155-ci maddədəki məhdudiyyətlər, yəni o dəyişməz özək, onun təməl prinsiplərini, insan hüquqlarını populist və ya ani qərarlardan qoruyur. Bəli. Onda bir sual ortaya çıxır, üzərində düşünməyə dəyər. Konstitusiyanın mətnini dəyişmək üçün məhz birbaşa xalq iradəsinə, yəni referenduma müraciət edilməsi, bu konstitusiya quruluşunda ailə hakimiyyətin əsl mənbəyinin harada olduğunu necə göstərir? Bu prosesin özü vətəndaşın rolunu necə müəyyənləşdirir? Bu, legitimliyi anlayışına necə təsir edir? Dərin suallardır əslində. Doğrudan da üzərində düşünməyə dəyər suallar. Bu ətraflı təhlil üçün çox sağ olun. Ümid edirik ki, Azərbaycan Konstitusiyasına dəyişiklik edilməsi prosesi haqqında bugün danışdıqlarımız sizin üçün aydın və faydalı oldu. Təşəkkür edirəm. Ümid edirəm dinləyicilər üçün də maraqlı oldu. Mövzunu daha dərindən anlamanıza kömək etdiyimizə inanırıq. Sağ olun.